Salam aleykum, hörmətli izləyicilər və təsərrüfat sahibləri. Bu günləri internetdə kənd təsərrüfatı ilə bağlı çoxlu videolar var. Bəziləri deyir ki, kənddə pul yoxdur, bəziləri isə milyonlar vəd edir. Gəlin boş danışıqları kənara qoyaq. Bugün real rəqəmlərlə danışaq. Real deyərkən, indi ola bilsin orada üzü yuxarı, üzü aşağı olsun, istər qiymət fərqindən və s. İndi biz tam bazarı təyin edəndən sonra artıq dəqiq qiymətləndirə bilərik. Amma bu videoda nə qədər real olsa da, amma təxmini qiymətlərlə hesablanacaq. Kənd yerində ayda təmiz 1000 manat qazanmaq tamamilə realdır məsələsinə toxunacaq. Bəziləri deyir ki, kənddə qazanmaq olmur və s. ilahir kimi cümlələr işlədir. Amma bunun üçün neçə heyvan lazımdır, nə qədər xərc çıxır və pul nə vaxt cibinizə gəlir. Bu videoda sizə hər şey qəpik-qəpik hesablayıb göstərəcəm ki, siz aldanmayasınız və bunun sözündən, ağzından eşidilmiş sözlərə uymayasınız. Zəhmət olmasa videonun sonuna qədər izləyin və kanala abunə olun. Kənddə 1000 manat sabit gəlir üçün ən etibarlı və riski olsa da digər bizneslərdəki kimi riski olan sahə, məsələn, dana kökəltmə biznesidir. Bilirsiniz ki, ət hər zaman lazım olur. Bazarı həmişə var, çünki ətə həmişə tələbat da var. Bizə ayda orta hesabla 1000 AZN təmiz mənfəət qalması üçün ildə təxminən 12.000 AZN pul qazanmalıyıq. Bugün bu mövzudan danışacaq. Dediyim kimi, 5 yuxarı, 10 aşağı ola bilər. Amma bu günləri biz çalışacaq ki, bunun gəlir, gidəri nədir? Dana kökəltmə dövrü 6 ay çəkir. Deməli, hər aydan bir bizim əlimizdə təmiz 6000 manat qalmalıdır. Bunun üçün eyni vaxtda tövlədə 10 baş dana bəsləməliyik. Məsələn, payız aylarında bazardan 5-6 aylıq süddən kəsilmiş danaları alırıq. Bugün Azərbaycanda yerli cins və ya şvits simental qaçışığı olan yaxşı bir dananın qiyməti orta hesabla 8-9 AZN arası dəyişilir. Yəni deyirəm, qiymət dəyişilə bilər. Baxır, hardan alacaqsınız, kimdən alacaqsınız? Bunların arasında fərq ola bilər. Məsələn, 10 baş dana üçün bizə ilkin olaraq təxminən 8500-9000 sərmayə lazımdır. İndi isə gəlin ən vacib məsələyə, yem xərclərinə baxaq. Çünki çox adam elə bilir ki, heyvan ancaq ot yeyir, amma intensiv kökəlmədə belə deyil. 6 ay ərzində bir heyvan günə orta hesabla 3-4 kilo qüvvəli yem, arpadan hazırlanmış şırot, kəpək, qarğıdalı və bir pres yaxşı quru ot, yonca və ya çəmən otu yeməlidir. Azərbaycanda hazırda bir pres yoncanın qiyməti söhbət mövsümdə gedir, biçim vaxtından gedir. 3.50, 4.50, yəni qiymət oynaya bilər. Kəpək və arpa unun kisəsi isə 13-16 manat arasıdır. Bir dananın 6 aylıq yem xərci, vitaminləri və baytar xidmətləri təxminən 600 manat edir. Təxmini hesablardır. 10 heyvan üçün bu 6000 manat yem xərci deməkdir. Əgər öz pay torpağınız varsa, yoncanı və arpanı özünüz əkirsinizsə, bu xərc 40-50% aşağı düşəcək və qazancınız daha da artacaq. 6 ay düzgün intensiv bəsləmədən sonra aldığımız danalar minimum 150-170 kilo təmiz ət, çəki yox, sırf ət verməlidir. Bugün Azərbaycanda mal ətin topdan satış qiyməti, qəssablara verilən qiymət, yəni bilirsiniz ki, o qiymət də oynaya bilir. Artıq bazarı özünüz təyin edirsiniz. Məsələn, 160 kiloqram əti 12 manat 50 qəpikdə hesablasaq, bir dananın satışdan 2000 manat pul əldə edirik. 10 dananın satışı bizə 20.000 manat gətirir. İndi gəlin xərcləri çıxaq, danaların alış qiymətini
8500 AZN 6 aylıq yem və baxım xərci 6000 AZN, ümumi xərc 14500 AZN təmiz mənfəət. 20000 14000 çıxırsan 14500 qalır 5500 AZN. Əgər dərini daxili orqanlarda satsa, bu rəqəm də tam 6000 manata çatır. 6 aya 6000 manat bu ayda düz 1000 manat təmiz qazanc deməkdir. Gördüyünüz kimi real rəqəmlər bunlardır. Bəli, bu iş asan deyil. Aydın məsələdir. Hər gün səhər tezdən durmaq lazımdır, tövləni təmizləməlisiniz. Heyvana vaxtında baxmaq lazımdır. Amma zəhmət çəkən adam kənddə heç vaxt ac qalmır və şəhərdəki maaşdan qat-qat çox qazanır. Və bilirsiniz ki, digər bizneslərdəki kimi ilk öncə mən həmişə daimi qeyd edirəm ki, biznes plan önəmlidir. Və növbəti videoda sizə heyvanlarınla məsəl üçün alarkən, heyvanlara alarkən hansı xəstəliklərə diqqət etməlisiniz? Ondan danışarıq. Yəni hansı məsələn vitaminlərdən istifadə olunmalıdır? İstər yem qatqısı olsun, istər iynə şəklində olsun və s. Onlardan danışacağıq. Amma ilk növbədə yenə də mən həmişə kimi analiz edirəm. Baxıram, görürəm, məsəl üçün biz video paylaşırıq. Hansı video daha çox belə baxış yəni gəlirsə, hansı videonun altında rəylər yəni olursa, yəni çox olursa, belə deyim, bu mövzu haqqında suallar yaranırsa, biz həmin video haqqında növbəti video çəkməyə çalışırıq. Yox, görürük ki, əgər video kiməsə maraqsız gəldi, o halda biz artıq davamını gətirmirik. Yəni, çünki həmişə dediyim kimi bir motivasiya olmalıdır. Biz insanların fikrini bilməliyik. Yəni, bugünkü gündə onlara nə maraq göstərir. Yəni. Və ona görə bu günlərdə bu mövzuya toxunduq. Dana kökəltmə məsələsində. Bilirsiniz ki, digər baxım sistemi də var. Məsəl üçün, açıq, yəni sərbəst yemləmə var. Yəni, ondan da inşallah gələn səfər danışarıq, yenə deyirəm. Əgər sizin marağınızdadırsa, buyurub şərhlərdə yaza bilərsiniz. Fikirlərinizi yaza bilərsiniz ki, biz də növbəti videonun davamını gətirək. Və çalışacağım ki, yəqin ki, siz də hiss elədiniz ki, mən çalışıram artıq bütün heyvandarlıq biznes sektorlarına toxunum. İstər maldarlıq olsun, qoyunçuluq olsun, quşçuluq olsun və s. Buyurun, siz də yaza bilərsiniz, şərhlərdə yazın ki, sizi hansı biznes maraqlandırır heyvandarlıqla bağlı. Biz də ona uyğun video çəkiliş edib təqdim edək. Və kanalımıza abunə olmağı unutmayın. Yenə təkrarlayıram, şəhərlərdə yazın ki, yəni bu sizcə sizin də şərhləriniz bizim üçün önəmlidir. Çünki təcrübə deyilən bir şey də var. Yəni biz bunu bugünkü gündə, bugünkü bazarı araşdıraraq bugünkü gediş haqqı çəkib paylaşırıq. Amma əlbəttə ki, həmişə kimi təcrübə, mən bunu həmişə vurğulayıram. Kanalımda bunu özünüz də müşahidə edə bilərsiniz ki, hər videoda mən bunu vurğulayıram ki, təcrübə əsasdır. Təcrübə həmişə belə deyək, teoriyanı üstələyir. Teoriya bir fərziyyədir, amma təcrübə əsas nöqtəni qoyan bir məqamdır. Ona görə siz də şərhlərdə məsəl üçün qeyd eləyə bilərsiniz, yaza bilərsiniz. Məsələn, bu bizneslə məşğul olanlar öz fikrinizi söyləyə bilərsiniz. Bizə də bu çox maraqlı olar. Buyura bilərsiniz. Yenə dediyim kimi, hansı mövzu sizi maraqlandırırsa, o mövzunu qeyd edin. Biz də növbəti videolarda çəkiliş edək. Bu qədər. Düşünürəm bir faydalı olar. Bu videoda sizə faydalı olar. Yəni dediyim kimi, ola bilsin təxmini hesablamalar apardıq. Bugünkü yəni 5 manat, 10 manat üzü yuxarı ola bilər. Buyura bilərsiniz. Siz də səhvlərimizi əgər bizim çəkdiyimiz videoda hansı bir səhvlə qarşılaşdınız, buyura bilərsiniz, düzəldiş eləyə bilərsiniz. Salam aleykum.